xeyir, xoş gördük sizləri. Mən Nailiyə Axundova. Bugün sizlərlə DİM-in 15 mart 2026-cı il tarixində 11-ci sinif şagirdləri üçün buraxılış imtahanında onlara təqdim etdiyi riyaziyyat suallarının izahlarını paylaşıram. Gəlin baxaq elə suallara. Suallar başdan bir növbəti illərdə imtahan verən şagirdlər üçün bir məsləhət verim. Baxın, suallar başdan çox asan gəlir. Bu sizi yanıltmasın. Sualların sonunda, yəni açıqlaması tələb olunan suallar oxuyub anlama problemi olan uşaqlar üçün çətin gəlir. Ona görə kimlər ki aşağı siniflərdədir, bu video ilə artıq üzləşiblər, çalışın oxuyub anlama problemini aradan qaldırmaq üçün o cür çalışmalar işləyəsiniz, o cür mətnlər oxuyasınız ki, bu problemi aradan qaldıra biləsiniz. Gəlin baxaq birinci ilə sualımız. Belə bir kəsri ixtisar edin. Yenə sadə bir tapşırıqdır. Sürətli vuruqlarını ayırırıq. Muxtəsər vurma düsturu. 5A çıxılsın, 4 vurulsun. 5A üzərinə gəl, 4 bölünsün. 5A üzərinə gəl, 4. 5A üzərinə gəl, 4'lər ixtisar gedir. Geriyə qalır, 5A çıxılsın, 4. Yəni cavabımız D variantı. Baxaq növbəti. İkinci belə bir tapşırığımıza. Funksiyalar bölməsinə aiddir. Sadəcə harda x var, yerinə 3 yazacaqsınız. Yəni f3 bərabərdir. 2 vurulsun 3 üzərinə gəl, 3 böl. 3'ün kvadratı üzərinə gəl, 2. Məxrəc 11'dir. Sürət 9'dur. Cavabımız Y variantı. Növbəti sualımız 3-cü tapşırıq. Trapesiyanın sahasını tapmaq üçün bilirik ki, bizə oturacaqları və hündürlüyü lazımdır. S bərabərdir. A üstə gəlib B bölü 2 vurulsun. H oturacaqlarından biri 2'dir. Digəri 4'dür. Bölü 2 vur 12. Yəni 3 vur 12 cavabımız 36'dır. Y variantı. Baxaq növbəti 4-cü tapşırığa. Verilmiş bu çoxluqlar üçün açılsın B-ni araşdırın. Açılsın B deyəndə birinci ortaqları seçmək eləyirik. Ortaqlar ikisində də 2'dir, 4'dür və 6'dır. Əgər açılsın B deyilirsə A-da olub, B-də olmayanlar, yəni 2'lər, 4'lər, 6'ları A-dan atıram. A-da qalanlar 1'dir, 3'dür, 5'dir. D variantı. Baxırıq çalışma. 5'ə. Verilmiş çoxhədlini vuruqlara ayırmaq üçün sadəcə ikisində ortaq olan 12A'nı müfərizə xaricinə çıxarsaq, geriyə qalır. A çıxılsın 2. Yəni C variantı. Baxaq növbəti 6-cı tapşırığa. Yəni bölgək bunu. Demək, verilmiş belə bir ifadənin qiymətini hesablamaq üçün permutasiya n-dən n-i yadınıza salın. Permutasiya n-dən n nə idi? N faktorial. Permutasiya 4'dən 4. 4 faktorial. Permutasiya 3'dən 3. 3 faktorial. 4 faktorial. 1 vur 2 vur 3 vur 4. Yəni 24'dür. 3 faktorial. 1 vur 2 vur 3 6'dır. Cavabımız 24 plus 6 yəni 30'dur. C variantı. Baxaq çalışma. 7'yə. A kosinus 271 dərəcədir. B tangens mənfi 187 dərəcədirsə, bu ədədlərin deyil, işarələrini müəyyən edin. Bilirik ki, 271, bu 270'i keçdisə, necə 0, 90, 180, 270, 360 dərəcə deyil. 270'i keçdi, oldu 4-cü rübün bucağı. Kosinus 4-cü rübdə müsbətdir, yəni A böyükdür 0-dan. Mənfi 180-də 7 dərəcədir. Mənfini çıxara bilərsiniz mötərizənin tangensin qarşısına. Tangens 187, 187 3-cü rübün bucağıdır. Tangens 3-cü rübdə müsbətdir. Amma qarşısında mənfi var, mənfi olacaq. B ədədi mənfidir. A müsbət, B mənfi, cavabımız A variantı. Baxaq çalışma 8'ə. Verilmiş ifadənin qiymətini tapın. Nə edək? Əsaslar eynidir. Qüvvətlərini toplayaq.
0,36 ilə 0,14'ü toplayırıq. 16 üstü 0,5, yəni 16 üstü 2'də 1, kökdə 16, cavabımız 4'dür. D variantı. Çalışma 9'da. 4 bucaqlının diagonallarının sayı n vurulsun n-3 bölünsün 2, diagonalların sayı düsturudur. Yəni 4 vur 4 çıx 3 bölü 2, o da 4 bölü 2, 2'də. Yaxud ki, düzbucaqlı verir belə burada, 4 bucaqlı oxudum sizə. Düzbucaqlının diagonallarının sayını özünüz də bu cür, heç ona ehtiyac yoxdur ki, bu cür çəksəz biləcəksiniz ki, neçədir. Amma ümumi çoxbucaqların diagonallarının sayı n vurulsun n-3 bölünsün ki, düsturu ilə hesablanır. Baxaq bu tapşırığa. Deyir ki, A və B çoxluqları üçün B A-nın A çoxluğudur. Baxın, təsəvvür edin ki, belə bir çoxluqdur. Bu A çoxluğudur. Bu da B çoxluğudur. B A-nın A çoxluğudur. A-nın 9 elementi vardır. Və B-nin 4 elementi var. B-nin 4 elementi varsa, baxın, bu ştrixlədiyim hissək var. Bura A çıxılsın B-də. Onda A çıxılsın B-nin elementlərinin sayına qalır 9 çıxılsın 4. Yəni 5 element var. Bizə də deyir ki, A çoxluğundan təsadüf seçilmiş 2 elementin A çıxılsın B-yə aid olma ehtimalını tapın. Baxın, yəni ki, bu hissəyə aid olma ehtimalını tapın. Burada 5 element var, düzdür? Birincinin bura aid olma ehtimalı. Çünki bizə deyib ikisi də eyni olsun da, həmin aralığa daxil olsun. Ya bunu kombinizonla yaza bilərsiniz. Kombinizon 5'dən 2 bölünsün, ümumi 9 uydu. 9'dan 2. Yəni 5'dən 2, 5 vur 4 bölü 2'dir. 9'dan 2, 9 vur 8 bölü 2'dir. 2'lər gedir, 4'dən 2 gedir. Bu da bərabərdir. 18'də 5'dir. Bu üsulla da yaza bilərsiniz. Və yaxud da ki, elə birbaşa bu cür. 9'da 5 birincinin həmin bu yaşlı rənglədiyim hissəyə açıq B-yə aid olması 9'dan 5'dir. İkincinin 8'dən 4'dür. 4'dən 8 gedir 2. Cavabımız 18'də 5'dir. A variantı. Baxaq çalışma 11'ə. 4-cü rübdə yerləşən, bir dənə buradan bunu düzəldək. Demək, 4-cü rübdə yerləşən belə bir A nöqtəsidir. Bu olsun bizim A nöqtəmiz. Ordinata qədər məsafə 6'dır. Absisə qədər məsafə 4'dür. Bunda belə çıxır ki, bura 6'dırsa, x oxundakı perpendikular çəkdik ki, oturacağı 6'dır. Əgər bu qədər məsafə 4'dürsə, onda belə çıxır ki, bura həmin bu perpendikuların oturacağı -4'dür. A nöqtəsinin koordinatı x-in 6'sı y-in -4'dür. Yəni C variantıdır. Baxaq, çalışma 12. Yenə çox da problemli olmayan bir tapşırıqdır. Çünki əgər ki biliriksə bucağın sinus, kosinus, tangensi nə deyilir? Artıq bunu işləyə bilərik. Bucağın kosinusu bilirik. Bitişik katetin hipotenuza olan nisbətidir. Hipotenuz. Bucağın tangensi x yazıram. Qarşıdakı, hətta burada verib elə beta. Qarşıdakı katetin bitişik katete olan nisbətidir. Kosinus alfa, alfaya görə, yəni bu bucağa görə, bucağın kosinusu bitişik katet adı hipotenuz C'dir. Beta bucağına görə qarşıdakı katet adı bitişik katet B'dir. Yəni A böl C vurulsun A böl B. Cevabımız A kvadratı bölünsün B, C. B variantı. Çalışma 13. Kosinus 20 dərəcə olarsa sinus onu ayla ifadə edin. Baxın, kosinus 20'ni 2 qat bucağın argumenti kimi kosinus 2 alfanın açılışı sinusla bağlı, bu değil mi? 2 sinus kvadratı alfa, 1 çıx 2 sinus kvadratı alfa. Yəni kosinus 20 dərəcə 1 çıxılsın 2 sinus kvadratı 10'dursa 2 sinus kvadratı 10 bərabərdir. Onda 1 çıxılsın kosinus 20 dərəcə. Onda sinus kvadratı 10'u tapsam və gətirib burada kosinus 20'nin də yerinə qiymətini yazsam. Sinus kvadratı 10, 1 çıxılsın A bölünsün 2'dir.
Hər tərəfdən də kök alsam, sinus 10 bərabər kökdə 1 çıxılsın. A bölünsün 2-də. Plus minusdan niyə müsbətin götürürük? 10 dərəcə birinci rübün bucağıdır. İşarəsi müsbətdir. Ona görə müsbət kökdə 1 çıxılsın. A bölünsün 2. D variantı. Baxırıq çalışma 14. 14-də oturacağının perimetri 15 olan, tiri 9 olan düz prizmanın yan səthinin sahasını tapın. P oturacaq 15-dir, yan tili 9-dur və düz prizmadır, eyni zamanda hündürlük rol oynayır. Yan səthinin sahası P oturacaq vurulsun, H-dır. 15 vur 9, cavabımız 135'dir. Çalışma 15'də. Deyilir ki, bunların hamısını elə göstərək ki, hər birini görə biləsiniz. Demək, uzunluqları 500 və 300 metr olan iki tuneldən birincisinin son nöqtəsi ilə ikincisinin başlanğıc nöqtəsi arasındakı məsafə. Bax, söhbət gedir bu məsafədən. Verib bizə 15 kilometrdir. Uzunluğu 200 metr və sürəti 64 kilometr olan qatar birinci tunelə girməyə, bax buradan girməyə başladığı andan neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxış eləyər. Nə edəcəyik? Qatarın və tunellərin bu boşluğun cəmini böləcək sürətinə, yəni məsafəmiz olacaq o. T bərabər deyilmi? S bölünsün V. Düzdür? Bizim S-imiz nə olacaq? Olacaq bu 200 metr. 200 metre çevirək, bu olsun 0,2 kilometr, çünki kilometrdən verib. 500 metre çevirirəm, bu olur 0,5 kilometr. 300 metre çevirirəm, o da olur 300 metr, 0,3 kilometr. Bu üçün üstünə gələcəm ortadakı bu boşluğun uzunluğunu. 0,2 plus 0,5 plus 0,3 üzərinə gəl 15'i böləcəm 64'ə. T bərabərdir. Neçədir bu? 16 böl 64 bərabərdir 4'də 1 saat. Bu saat amma mənə deyir ki, neçə dəqiqə sonra, onda 4'də 1'i vururam 60'a dəqiqə. Cavabımız 15 dəqiqədir. Cavabımız 15'dir. Keçək çalışma 16. Verilən bu ifadənin tənliyinin köklərinin hasilini tapaq. Loqaritma, bax bu loqaritmalardan çıxarmaq üçün loqaritma 2 əsasdan x-in kvadratı çıx 3 loqaritma 2 əsasdan x plus 4 bərabərdir 2'nin kubu. Yəni 8. Loqaritma kvadratı 2 əsasdan x çıx 3 loqaritma 2 əsasdan x. 8'i sola keçirib 4'dən çıxdım. 4. Gəlin bunu bir vuruqlarını ayıraq. Çıx 4, çünki hasili mənfi 4. Cəmi mənfi 3 olan ədədləri araşdırıram. Bir də loqaritma 3 əsasdan x bərabərdir. Bir də plus 1 bərabərdir 0'a. Ayrı-ayrıqda 0'a bərabər etsəm, loqaritma 2 əsasdan x 4'dürsə x 2 üstü 4 16'dır. Bir dəfə də loqaritma 2 əsasdır, burada 3 yazdım. 2 əsasdan x bərabərdir mənfi 1'dirsə, x 2'də 1'dir. Kökləri hasili soruşulur. 16 vur 2'də 1, cavabımız 8'dir. Baxırıq, çalışma 17'yə. Verilmiş bərabərsizliyin tam əllərinin cəmini tapın. Vuruqlara ayırsaq bu ifadəni. X çıx 7, x üstə gəl 1. Kiçikdir 0'dan. Sıfırlarından biri mənfi 1'dir, biri 7'dir. İntervalları ayırıb sağdan başlayaraq plus minuslasam, çünki burada x-in qarşısı müsbətdir, burada da müsbətdir. Cüt sayda mənfilərdə müsbətdən başlayacaq. X-lərin qarşısının işarəsindən söhbət gedir. Tək sayda mənfilərdə mənfidən, ümumiyyətcə mənfi yoxsa müsbətdən başlanılır. Mənə də mənfisi lazımdır buradan, çünki burada kiçikdir 0 tələb olunur. Mənfi 1, 7 intervaldakı tamların cəmi 0'dır, 1'dir, 2'dir, 3'dür, 4'dür, 5'dir, 6'dır. Bunları toplayırıq. 7, 7, 7. 3 dənə 7, cavabımız 21'dir. Baxırıq, çalışma 18'ə. Verilmiş ifadənin qiymətini tapın. Loqaritma 2 əsasdan kökdə 14 üzərinə gəl 2 loqaritma 3 əsasdan 7 plus LG 100 2'dir. Bu bərabərdir.
loqaritma 2 əsasdan kökdə 14 plus 2 loqaritma 3 əsasdan kökdə 9-dan 3 çıxır. 2 əsasdan kökdə 14 plus 2 loqaritma, bir də yazmayaq loqaritma, 3 əsasdan 3 bu elə 1-dir, kökün daxil eləyir 16. Loqaritma 2 əsasdan 16-dan 4 çıxır. Cavabımız 2 əsasdan 4 də 2-dir. Baxaq, çalışma 19-a. Deyilir ki, katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın böyük katet ətrafında fırlanmasından alınan fiqurun səthin sahəsini tapın. Baxın, katetlərindən biri 6-dır, biri 8-dir. Böyük katet ətrafında fırlanırsa, o bu deməkdir. 8 durub, 6 onun ətrafında fırlanır. Və baxın, belə bir konus əmələ gəlir. O konusun radiusu 6-dır, hündürlüyü 8-dir. Baxın, bura 6-dır, bura 8-dir. Çünki deyir, böyük katet ətrafında fırlanmasına. Bu üçbucağa da Pifagoru tətbiq etsəm, 8-dən 6-nın kvadratları cəmi 100, bu da bərabərdir. Doğranı 10-dur, radiusu 6-dır, hündürlüyü 8-dir. Gedək suala. Verilmiş fiqurun yan səthinin sahəsi S, pi, r, l-dir. S-yanın düsturu. Bu da bərabərdir. Pi vurulsun, 6 vurulsun 10. Cavabımız 60 pi-dir. Baxaq, çalışma 20. Deyir ki, yenə bunu formalaşdıraq. Samir hər birinin satış qiyməti 250 manat olan filtrlərinin satıldığı mağazada işləyir, su filtrlərinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqı 1000 manatdır. Bundan əlavə, satdığı hər filtrin satış qiymətinin 4% qədər bonus alır. Bax, hələ ki, bura kimi oxudum. 4% yəni nə qədər bonus alacaq? 250-ni vururam 4-ə, bölürəm 100-ə. Bu da eləyir 10 manat. Deməli, hər satdığı bir filtrə görə də 10 manat maaşının üzərinə gəlir. Yanvar ayında onun əmək haqqısı 1400 manatıdır. Demək, yanvarda 1400-dür, fevralda 1560 manat oldu. O fevral ayında, yanvar ayındakindən neçə də çox filtr satıbdır? Birinci, 1400-dən çıxıram 1000-ini, alınan cavabı bölürəm, ona tapıram yanvar ayındakı satdığı filtrlərin sayı. Bu da bərabərdir. 400 böl 10, 40 ədəddir. Fevral ayında satdığını 1560-dan 1000-in çıxıram, bölürəm ona, 560-ı böldük ona, bu da bərabərdir 56-dır. Bizə də deyir, neçə ədəd çoxdur? 56-dan çıxıram 40-ını, bu da bərabərdir 16 ədəd çoxdur. Cavabımız 16. Yaxşı, gedək çalışma 21. Printer bir səhifə rəngli kağızı 50 saniyəyə, bir səhifə ağ-qara kağızı isə 30 saniyə çap edir. Gəlin, o rəngli kağızı R-ilə göstərək, ağ-qaranı da A ilə göstərək. Yarım saat müddətində fasiləsiz işləyən printerdə 40 səhifə çap edilmişdirsə, bunlardan neçəsi rənglidir? Demək, 50 saniyədə rənglidir, 30 saniyə ağ-qaradır. Neçə saniyəmiz gedibdir? Yarım saat. 30 dəqiqəni də çevirirəm saniyəyə. 30 vururam 60-a bərabərdir 1800 saniyə. Bu bərabərdir 1800 saniyəmizdə. Və cəmi birlikdə də 40 ədəddir. Rənglilər plus ağ-qaralar bərabərdir 40-a. Nə edək? Deyirsiniz birincini, baxın, ona bölək də bu cür. Sıfırlarını attım. Bizdən hansını soruşur? Rəngli. Onu da ağ-qaranın aradan çıxaraq. Ağ-qaranı aradan çıxarmaq üçün mənfi 3-ə vururam. 5R plus 3A bərabərdir 180. Mənfi 3R çıx 3A da bərabərdir mənfi 120.
Tərəf-tərəfə topladıqda 2R bərabərdir 60-dır. Rənglərin sayı 30-dur. Bizdən də rəngləri soruşurdu. Cavabımız 30-dur. Gedək çalışma. Buradan düzəldək. Deyir, çevrə xaricindəki A nöqtəsindən çevrəyə AB toxunanı və BAD bucağını verib 90 dərəcə, AB-nin uzunluğu bura kök altında 5-dir. AC-nin uzunluğu bura 1-dir. Bizə çevrənin radiusunu soruşur. Baxın, gətirib O nöqtəsi ilə birləşdirərəm bunu. Həmin bu O nöqtəsi ilə də C-ni birləşdirsəm, alındı belə bir düzbucaqlı trapeziya. C-dən OB-yə perpendikulyar yendirərəm. Bura olsun K. Və yazaram CK perpendikulardır B O-ya. Onda o baxımdan AC və BK bərabərdir 1-dir. BO və OC radiusdur. Onda KO-nun uzunluğu R çıxılsın 1 olur. Baxın, bu KO R çıxılsın 1-dir. OC R-dir. Burada kökdə 5-dirsə, bu balaca yer 1-dir. Burada R çıx 1-dir. Bu ştrixlədiyim. Hətta bunu buradan rəngləyək. Baxın, bu üçbucağa Pifagor teoremini tətbiq edəcəm. Yəni, üçbucaq KOC-də. Demək, OC-nin kvadratı bərabərdir. KO-nun kvadratı plus KC-nin kvadratı. R kvadratı bərabərdir. R çıx 1-in kvadratı plus kökdə 5-in kvadratı. Bunu normalaçaq. R kvadrat çıx 2R plus 1 plus 5. Sağ-sol R kvadratları islah olunur. 2R 6-dırsa R də bərabərdir. 3-ə bizdən də çevrənin radiusunu soruşur. Cavabımız 3-dür. Baxaq, çalışma 23. Yine burada bir düzəliş eləyək ki, sualların hamısını görəsiniz. Şəklimiz düşdü aşağı. Bir dəqiqə gedək. Osiya. Tamam. Gəlin, baxaq, belə bir tapşırıqdır. Deyilir ki, dənizin A və B nöqtələrindən məntəqələrində olan gəmilər A və BD düz xətləri üzrə hərəkət edirlər. BD-nin uzunluğu, bunun uzunluğunu verib bizə 20-dir. Bura 20-dir. Və burada görmədik bir dəqiqə. Demək, BD-nin uzunluğu 20 kilometrdir. DY bura 12 kilometrdir. AD bura 9 kilometrdir. Bizdən soruşur C kəsişmə nöqtəsindən D məntəqəsinə qədər olan, buradan D məntəqəsinə qədər olan məsafəni tapın. Baxın, ştrixlədiyim bu üç bucaqla bu üç bucaq bir-birinə oxşar olan üç bucaqlardır. Amma mən birinci bu üç bucaqda tapacağım B yeni. Üçbucaq BDY-də BY-nin kvadratı bərabərdir 20 ilə 12-nin kvadratları fərqi. 400 çıx 144, 256. Onda BY-miz 16-dır. Bura 16-dır. Sonra da A yeni araşdırım. Üçbucaq ADY-də AY-nin kvadratı bərabərdir 9 ilə 12-nin kvadratları cəmi 81 plus 144 AY kvadratı 225-dir. AY-miz də bərabərdir 15-dir. Mənə də lazımdır. Demək, DC məncə bir dənə baxaq trayektoriyalarından C kəsişmə nöqtəsindən D məntəqəsinə qədər məsafə. Bəli, bu məsafə lazımdır. Heç buna ehtiyacım yoxdur. Bunu tapmazdım. Baxın, buna heç ehtiyacım yoxdur. Çünki bura X desəm, onda CB-yə deyəcəm. DC X-dir. CB bərabərdir. 20 çıx X-dir. Burada 20 çıx X-dir. Nisbətlə gedərəm. AD-nin BY-yə
bərabərdir DC-nin C-B-yə. Yəni 9-un 16-ya bərabərdir. 20 çıxılsın x-in 20 çıxılsın x olan nisbəti. Yəni buradan yer eləyim yazmağımıza. Yerdən yazaq ki, bu yerimiz olsun. Demək 9-un 16-ya x-in 20 çıx x-ə çarpaz vursam 16x bərabərdir. 9 vur 20 çıxılsın 9x. 9x-i sol tərəfə atsam 25x bərabərdir. 180 x-də bərabərdir. 180-i 25-ə bölsəm 5x çarparıram. 36 bölünsün 5. Yəni 7 tam onda 2 kilometr. Bizdən də soruşurdu C nöqtəsindən D məntəqəsinə qədər məsafə. Cavabımız 7 tam onda 2-dir. Gedək çalışma. 24. Deməkdir, bir hava yolu şirkətində tək istiqamətli biletin qiyməti 150 manatdır. Gediş dönüş təyinatlı biletin qiyməti 180 manatdır. Cəzədə Asif və Nurayn bu şirkətdən aldığı biletlərin sayı göstərilib. Hər iki növ biletdən ən azı bir ədəd aldılar. Əgər onların ödədikləri ümumi məbləğ eyni olarsa, Nurayn aldığı tək istiqamətli biletin sayını tapın. Demək, 18 çıx x-i vuracam 150-yə. Üzərinə gələcəm. X-in qiymətini vuracaq. X-in qiymətini vuracam 180-ə. 180 vur x bərabərdir. 150-ni vuracam x plus 4-ə. Üzərinə gəl. 180-i vuracam 15 çıx x-ə. Baxın, 150 manat geri dönüş qayıdışdır. Tək istiqamətlidir. 180 manat gediş dönüşdür. Bu ikisini bir vururam. Plus 180 vur x bərabərdir. Nurayın getdiyi tək istiqamətli 150 vur x plus 4. Gedib dönüş təyinatlı bileti 180 vururam 15 çıx x-ə. Hətta belə edək. Baxın, hamısı bunların 30-a bölünür mü? İşimizi biraz asanlaşdıraq da. 30-a bölürəm 5. 30-a bölürəm 6. 30-a bölürəm 5. 30-a bölürəm 6. Onda olur 90 çıxılsın 5x. Üzərinə gəl 6x bərabərdir. 5x üzərinə gəl 20. Üzərinə gəl 90 çıxılsın 6x. Sağlı sollu 90'lar geçsin. 2x bərabərdir 20. X də bərabərdir 10'dur. Bizdən də soruşur kimi? Nurayın aldığı tək istiqamətli. Nurayın aldığı tək istiqamətli x plus 4'dür. X plus 4 bu da bərabərdir 14'dür. 10'dan 4'ü toplayıram. Cevabımız 14'dür. Və sonuncu sualımız deyir ki, Agil boş daxla birinci gün bir ədəd 50 qəpiklik, 2 ədəd 20 qəpiklik, 3 ədəd 10 qəpiklik metal pul atdı. Deməli, o birinci gün bu ədəd hissəsi ilə həll olunacaq. Niyə? Deyir ki, növbəti günlərdə daxla atıldığı hər növ qəpiyin sayının əvvəlki günə nəzərən bir ədəd artdı. Neçə gündən sonra daxildə cəmi 48 manat olar. Yəni, A1'imiz bir dənə 50 qəpikliyimizdir, 2 dənə 20 qəpikliyimizdir, 3 dənə də 10 qəpikliyimizdir. Cəmi elədi 120 qəpik. Birinci günü 120 qəpik atıbdır. İndi baxaq ikinci günə. İkinci gün 2 ədəd 50 qəpiklikdir, 3 ədəd 20 qəpiklikdir, 4 ədəd 10 qəpiklikdir. 10 qəpiklik. Neçə edir? 100, 60, 40. Cəmi elədi 200 qəpik. Ədəd hissəsi olduğunu müəyyən eləmək üçün mən üçüncünü də tapmalıyam. Üçüncü gün 3 ədəd 50 qəpiklikdir, bu eləyir 150 qəpik. 4 ədəd 20 qəpiklikdir, bu eləyir 80 qəpik. 5 ədəd 10 qəpiklikdir, bu edir 50 qəpik. Cəmi 280 qəpikdir. Fikir verin, 120, 200, 280. Biz müəyyən elədik ki, ədədi sislərlə işləyəcək. Onda gəlin bu cür eləyək. A1'imiz olsun
120. IQ-miz 200-dür. IQ-miz də 280-dir. Onda sizlə fərqimiz IQ çox A1 bərabər 200 çox 120 bərabərdir 80-dir. Bizə deyir, neçə gündən sonra 48 manat olar? Səni araşdıracaq. 48, o da 4800 qəpik. 48 manatı çeviririk qəpiyə. 4800 qəpik. Sənin yerinə 2A1 plus en çox 1 vur D böl 2 vur N bərabər 4800. 2A1'imiz eləyir 240 plus D'imiz 80'dir. Vur en çox 1 böl 2 vur N bərabər 4800. Nə edək? Birinci hamısını bölək 80'ə. 3 üzərinə gəl. En çox 1 böl 2 vur N bərabərdir. 80'ə bölsəm 60. Gəlin bunu sadələşdirək. 2 plus N. Vuraq N-ə. 2'ni də vuraq 60'a. Onu da buradan yazaq. Demək, N kvadrat plus 2N bərabərdir 120. N kvadratı plus 2N çox 120'ni ayırsaq vuruqlarına. N plus 12 vur. N çox 10 sıfırdırsa N də bərabərdir 10'a. Bizdən də soruşurdu. Neçə gündən sonra niyə mənfi 12'ni götürmədik? Çünki gün mənfi ilə ifadə olunmur. Daxildə cəmi 48 manat olar. Cavabımız 10 gündən sonra. Bununla da biz sizinlə 15 mart 2026-cı il tarixində DİM-in buraxılış imtahanında şagirdlərə təqdim etdiyi sualların izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.